Amalda MMC-nin baş direktoru, müharibə veteranı Məmmədov Dönməz Əbdixaloğlu. Möhtərəm Prezident, Ali Baş Komandan. Sizə təşkilatla müraciət etməkdə məqsədim illərdir Baş Prokurorluqda və digər aidiyyatı qurumlarda da mənim müraciətim əsasında aparılan cinayət işlərinin sonu olmasıdır. Bununla əlaqədar bildirirəm ki, 12 may 2025-ci ildə Prezident aparatının qəbul şöbəsinə müraciət edib, etdiyim müraciətlər haqqında məlumat bilmək istədim. Orada mənə məlum oldu ki, 2025-ci ildə sizə etdiyim müraciətlərin hər hansı biri qeydiyyatda yoxdur. Təəssüflər olsun ki, mənim sizlərə qarşı etdiyim müraciətlər vurduğum teleqramalarda görsəndiyi kimi hər birində cavabları göstərilir ki, qəbul edilmişdir. Ancaq təəssüflər olsun ki, kimin əl əməyi ilə o sənədlər qəbul edilib, qeydiyyata alınmayıb. Buradan görsənir ki, bir sahibkar kimi, bir müharibə veteranı kimi bəzi məmurlar tərəfindən mənim etdiyim müraciətlər sizə çatdırılmır. Sizlərdən bir daha xahiş edirəm və bildirmək istəyirəm ki, Baş Prokurorluğun İstintaq İdarəsində 3 dənə müxtəlif ayrı-ayrı işlər araşdırılır. 2 dənə Binəqədi Prokurorluğunda, 4 dənə İsmailli Prokurorluğunda, 1 dənə isə Abşeron Prokurorluğunda araşdırma gedir. 3 dəfə Fuad Ələsgərovun qəbulunda olmuşam. Bütün sənədləri təqdim etmişəm. Bu günə qədər təəssüflər olsun ki, heç bir məlumat verilməyib. 6 dekabr 2024-cü ildə son dəfə Fuad Ələsgərovun qəbulunda oldum, ərizələri təqdim etdim və mənə bildirdilər ki, 17 dekabr 2024-cü ildə Baş Prokurorluğa göndərilib. Təəssüflər olsun ki, bu günə qədər göndərilən müraciətlər haqqında Baş Prokurorluqda heç bir məlumat vermir. 10 fevral 2025-ci ildə Baş Prokurorluqda olanda mənə bildirdilər ki, mənim müraciətimin hər hansı biri Baş Prokurorluqda araşdırılmayacaq. Bununla da görsənir ki, mənə qarşı olan təhdid və təzyiqlərin arxasında duran dövlət məmurları öz çirkin əməllərindən əl çəkmir və öz vasitələri ilə Prezident aparatında digər aidiyyatı dövlət qurumlarında işləyən məmurların əli ilə ya mənim şikayətlərim götürülür və ya etdiyim müraciətlər hüquq mühafizə orqanlarına deyil, digər dövlət qurumlarına araşdırması üçün göndərilir və orada bağlanır. Mən bir daha sizdən xahiş edirəm, son illər Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər polis rəisi haqqındadır. Neçə illərdir ki, mən dövlətə hər ay dövlət vergisi ödəyərək sənəd alıb fəaliyyət göstərmək istəyirəm. Təəssüflər olsun ki, mən dövlət vergisini ödəyib fəaliyyət göstərmək istəsəm də İcra Hakimiyyəti və polis rəisinin qoçu dəstəsi öz fəaliyyətimə imkan verməyib. Ödənən dövlət vergisinin olan sənədləri isə lazımsız sənədlər bildirirlər. Mən buradan bir daha sizə üzümütlü müraciət edirəm. Bir vətəndaş kimi, bir müharibə veteranı kimi, bir sahibkar kimi sizdən xahiş edirəm. Mənə qarşı edilmiş haqsızlıqlar son qoyulsun, etdiyim müraciətlər gizlədilməsin. Mənim məqsədim uzun illərdir ki, bunu Sumqayıt və Saray qəsəbəsində yaşayan sakinlər bunu özləri də etiraf edə bilər. Bugün Saray qəsəbəsinin və Sumqayıt şəhərinin müəyyən istiqamətdə olan vətəndaşlarımızı çıxılmaz vəziyyətə salan Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər polis idarəsi rəisidir. Tarif Şurasının çıxardığı qərara var. Nə üçün bu cinayəti, bu qurumların rəhbərləri gizlədir? Kim onlara icazə verib ki, illərdir dövlətə vergi ödəyən bir sahibkar fəaliyyət göstərilmir? Onun arxasında duran məmurlar, dövlət vergisi ödəməyən adamlara şərait yaradılır və hər bir sərnişinləri Tarif Şurasının çıxartdığı qərar deyil, onların öz marağına uyğun olan qiymətlərlə aparılır. Və bu günə qədər də bu cinayətin açılmasını heç bir dövlət məmuru istəmir ki, açılsın.
və mən təhdid və təzyiq içərisində oluram. Mən bildirmək istəyirəm ki, birinci gün saat 10-da öz fəaliyyətimi aidatı qurumlar bu işə göz yumduqları üçün məcburiyyət qarşısında qalıb öz fəaliyyətimi bərpa etməyə çalışacağam. İstənilən təxribat baş verərsə, bunun məsuliyyəti Sumqayıt şəhər İcra Hakimiyyəti və polis idarəsinin rəisi daşıyacaqdır. Buradan üzümü tutub sadə vətəndaşlara müraciət edirəm. Siz neçə illərdir ki, həmin ərazidə qeyri-qanuni fəaliyyət göstərirsiniz. Mən sizin bildiyiniz kimi son vaxtlar bir tə maşın ilə 6 nəfər Sumqayıt yol polis idarəsinə aparılmışsınız və orada Sumqayıt polisinin əməkdaşı, o məsul şəxsi sizə bildirəndə ki, bəli, Məmmədov Dönməz illərdir həmin əraziyə sənəd alı fəaliyyət göstərmir. Əgər o bıraxsa, biz sizi özünüz bildiyiniz kimi fəaliyyət göstərməyinizə imkan verməyəcəyəm. Gedin, onlarla dil tapın, yəni İcra Hakimiyyəti və polis dəstəsi, qoçu dəstəsi ilə dil tapın, fəaliyyət göstərin. Mən bir daha orada fəaliyyət göstərən vətəndaşlarımıza müraciət edirəm və sizlərdən bir vətəndaş kimi xahiş edirəm. Birinci günə qədər lazımlı sənədlərinizlə müraciət edin və qanunu, sizin fəaliyyətiniz qanuna salıdırılsın və fəaliyyət göstərirsiniz. Qanunu fəaliyyət göstərirsinizsə, sizlərdən hər hansı bir şəxs oradan qeyri-qanuni pul tələb edərsə, sizinlə mən birlikdə Baş Prokurorun korrupsiya idarəsinə getməyə hazıram. Sizlərdən xahiş edirəm, əlavə özünüzü bilə-bilə cinayət əməllərinə sövq etməyin. Qanunla sənədlərinizi tənzimləyin, birlikdə fəaliyyət göstərək, vətəndaşlarımıza qulluq edək, vətəndaşlarımızı çıxılmaz vəziyyətə salmayaq. Bir daha möhtərəm prezident, bir sahibkar kimi, bir müharibə veteranı kimi sizdən kömək gözləyirəm.